Aa, bu nədir ala? Mən deyəndə ki, bu Paşa evlərinin nəsli qəhbə nəsildir. Deyirlər ki, niyə elə deyirsən? Deməli, İlham Əliyevin bacısı oğlu qayırdığı Alyonanı kakalayıbdı sən demə balaca Heydərə. Lap Braziliya seriallarına oxşuyur ha. Dəhşətdir. Ardı gələcəkdir. Mən pul zat da lazım olsa, yəni paçka ilə bax belə. Görürsüz, 50'liklərdir. Lazım olsa pul zat da göndərə bilərəm ha, sponsorluq eləyə bilərəm. Allah hamının işini aman eləsin. Deməli, son zamanlar görürsünüz, canlı yayımlar etmirəm. Başım işə qarışıqdır, işləyirəm də, qaçıram ora, bura. Kitab oxumaq lazımdır, hellos. Və kitab oxuyuram, savadımı artırıram. Amma işləyə itələməyin də öz yeri var. Buradan da qəhbə cındır yap hakimiyyətinə deyirəm. Anası arvadı qəhbələr. Görürsünüz, Alyona da cırıq çıxdı. Mehriban cırıq, Leyla cırıq, Alyona cırıq, İlham Oğraş. İlham Əliyev də deyir ki, bizlə heç kim güclə danışa bilməz. Mehmanın yatağını çəkdin, Mehman qəhbə gəlinin haqqında videolar paylaşdı. Hamıya qəhbəlik elirsən İlham Əliyev. Belə ölkə idarə olunmur. Zamanında Mehman Hüseynovla normal danışsaydın belə olmazdı. Zamanında mənə qarşı olan haqsızlıqları baş prokuror arvadı qəhbə Kamran Əliyev, DTX rəisi anası arvadı qəhbə Əlin Ağıyevlə millət vəkilləriniz, diaspora sədriniz vaxtında qaydasına qoysaydınız, mən də indi belə danışmazdım. Öz işimlə məşğul olardım. Hellos, kitab oxuyardım. Aydındır. Buradan da Mehmana sağ ol deyirəm. Bomba diviziyonu elibdi. Və İlqar Hacıyevə də təşəkkürlər ki, Mehmana dəstək olubdu. Özünüzdən müğayət olun, mən getdim, iş başındayam. Cırıq nəsil.